Salam dostlar. Bugün daha doğrusu iki funksiyayla tanış olasıyıq. Hələ ki tanış olduğunuz funksiyanı nəzərə çatdırım ki, ən belə 10 ballı qiymət cədvəlinə müqayisə etsək, 0-ı ən asan formulalar, 10-u isə ən çətin formula olaraq götürsək, bunlar 0 olaraq su kateqoriyasına daxil olan formulalardır. Çünki çox sadədirlər, əsasən bir arqument tələb edirlər və yadda saxlanılması da çox asandır. Gəlin vaxt itirmədən tanış olaq düsturlarla. Bunların biri min, digəri isə max funksiyasıdır. Adından da göründüyü kimi bunlar verilən ədədlərin ən balaca və ən böyüyünü bizə verir. İşləmə prinsipləri, mexanizmi, hər bir şey eynidir. Sadəcə output hissəsində biri ən böyük, digəri isə ən balacanı göstərir. Gəlin mindən başlayaq. Bir parametri, arqument var. Opsiyon olaraq 255 dənə də əlavə etmək olur. Yəni ümumi 256 dənə ola bilər. Misal üçün mən bunu seçdim. Array rəqəm topluluğunu bizə -5 verir. Çünki bizdə ən balaca rəqəm -5-dir. Bunu belə də yoxlaya bilərik. Burada baxın 1000 -5-dir. Bu düstur false true'larını hesaba almır, boş xanaları nəzərə almır. Hətta -5-i götürsək 0. Hətta burada silək. Baxın, mənim 2 dənə bura delete verirəm. Üzr istəyirəm. Clear all. Yəni burada nə varsa hamısını silir. Amma bu yenə də bunu 0 olaraq götürmür. Nə buradakı boşluğu 0 olaraq götürmür, nə də ki bu false-u 0 olaraq götürmür. Nəticə olaraq da bizə 1-i verir. Burada A101 əvəzinə biz hətta bunu array-də yazıb array 1 olaraq da yazıb götürə bilərik. Array 1 yenə nəticə dəyişməyəcək. Yenə 1-i verdi. Gəlin indi bir digərinə baxaq. Buranı isə max eləyək. Üzr istəyirəm. Max 9904 verdi. Burada. Baxın, max 9904. Göründüyü üzərə işləmə prinsipləri, hər bir şey eynidir. Şərtləri, şürtləri ancaq output dediyimiz, yəni nəticə, bizim burada gördüyümüz bu sarı etdiyim şeylər output sayılır, yəni nəticə bu sadəcə fərqlənir. Bugünlük bu qədər. Gələn videolarda görüşərik. Kanalı bəyənməyi, videoları bəyənməyi və paylaşmayı unutmayın. Sağ olun, sağlıqla qalın.